Ötən həftə NATO-nun geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfəri və alyans təmsilçilərinin Prezident İlham Əliyevlə görüşü İranda açıq ifadə olunan təlaş və qorxu ilə qarşılanıb. Bununla bağlı mediada yayılan təhlillərdə Azərbaycan NATO əməkdaşlığının inkişafı İran üçün təhdid kimi dəyərləndirilib. Bəzi hallarda isə bu əməkdaşlığın güya birbaşa İrana qarşı yönəldiyi vurğulanıb. Məsələnin İranda doğurduğu təşvişin miqyasını göstərən faktlardan biri də budur ki, səfərdən bir həftədən də artıq vaxt keçməsinə baxmayaraq, İran mətbuatında bu mövzuya həsr olunmuş yazıların ardı-arası kəsilmir. Məsələn, elə dünən bilavasitə İran hakimiyyətinə bağlı Camecəm qəzeti Bakının NATO oyunu başlıqlı geniş məqalə dərc edib. Məqalənin əsas tezisini açıq şəkildə ifadə edən ikinci başlığı isə belədir. Qərb Azərbaycan Respublikasını İran və Rusiya əleyhinə Qafqaz regionuna nüfuz etmək vasitəsinə çevirməyə çalışır. NATO nümayəndə heyətinin Azərbaycana səfəri məqalədə məhz bu kontekstdə dəyərləndirilir və deyilir: Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Bakıda NATO-nun nümayəndə heyəti üçün möhtəşəm qırmızı xalça döşəyib. Onun məqsədi Xəzər dənizinin qərb sahilində yerləşən bu ölkənin ordusunun imkanlarını artırmaq və strukturunu modernləşdirmək hesab olunur və Sovet dövründən qalma silahların və təlimlərin Avropa-Amerika modelləri ilə əvəzlənməsi prosesi artıq başlayıb. Heartland nəzəriyyəsi əsasında yazılmış məqalədə Avrasiyada gedən böyük oyunda Azərbaycan təkcə Amerika Birləşmiş Ştatları və Avropanın deyil, İslam Respublikasının əzəli düşməni İsrailin də əsas tərəfdaşı kimi təqdim edilir və sionistlərin Bakıda Tehranın mənafeləri əleyhinə təhlükəsiz yuvalar qurduğu iddia olunur. O da qeyd olunmalıdır ki, dövlətə məxsus media orqanında Azərbaycan hakimiyyəti dəfələrlə Bakı rejimi kimi təqdim edilir və NATO-nun Mərkəzi Asiyaya daxil olmasında Azərbaycanın giriş qapısı rolu oynadığı bildirilir. Bu prosesə qarşı İran, Rusiya, Çin işbirliyinin zəruriliyini vurğulayan məqalə müəllifi Azərbaycana qarşı mümkün addımlardan birini təklif edərək yazır. Şimal-Cənub dəhlizinin mühüm dəmiryol xətlərinin Bakıdan keçməsinə baxmayaraq, bu dəhlizin Mərkəzi Asiya və Ermənistandan keçən marşrutlarının inkişafı sürətləndirilməlidir. Buradan İran hakimiyyətinin nə üçün Rəşd-Astara dəmir yolunun çəkilişini illərdir uzatmasının əsas səbəbini anlamaq olar. Beləliklə, Azərbaycan-NATO əməkdaşlığı regionda böyük geosiyasi rəqabətin tərkib hissəsi kimi qavranılır. Bu kontekstdə Trip razılaşması, Azərbaycan-İsrail münasibətləri, Türkiyənin bölgədə artan rolu kimi məsələlərlə əlaqələndirilərək İrana qarşı hansısa gizli plan kimi şərh olunur. Eyni yanaşma Nüfuzlu Şərq qəzetində dərc edilmiş, daha sonra bəzi digər populyar İran saytlarında da işıq üzü görmüş məqalədə də müşahidə olunur. Bunu məqalənin əvvəlində yer almış aşağıdakı fikirlər aydın şəkildə göstərir. İran və Rusiyanın Qafqaza diqqətinin azalmasından istifadə edən Azərbaycan, bölgənin geosiyasi tarazlığını Qərbin xeyrinə dəyişdirəcək bir layihəni həyata keçirməkdədir. NATO ilə hərbi əməkdaşlıq, birgə təlimlər və Qərb hərbi mütəxəssislərinin Bakıda olması Cənubi Qafqazı Qərb koalisiyasının nəzarəti altında hərbiləşdirilmiş bölgəyə çevirmək səylərinin açıq-aşkar əlamətləridir. Azərbaycan prezidentinin NATO nümayəndə heyəti ilə görüşü də məqalədə həmin baxış əsasında şərh olunaraq yazılır. İlham Əliyevin NATO-ya üzv olan 15 ölkənin nümayəndələri ilə görüşü adi diplomatik tədbirdən daha geniş bir hadisə kimi dəyərləndirilməlidir. Görüş 1994-cü ildən bəri Azərbaycanın NATO ilə hərbi və təlim əməkdaşlığının uzun müddətli tendensiyasının bir hissəsi kimi şərh edilə bilər. Lakin indi bu, daha aydın siyasi və təhlükəsizlik parametrləri kəsb edir. Məqalədə Cənubi Qafqazda təhlükəli dönüşün baş verdiyi, Zəngəzur dəhlizi və ya Tramp marşrutunun adi iqtisadi tranzit yolu olmaqdan çıxaraq daha geniş strateji hədəflərə yönəldiyi, bununla da NATO dəhlizinə çevrildiyi iddia olunur və bu şəraitdə İranın Cənubi Qafqaz siyasətini yenidən nəzərdən keçirməsi üçün 3 təklif irəli sürülür. Birincisi, Ermənistanda İranın siyasi və təhlükəsizlik mövcudluğunu gücləndirmək və şimala yeganə quru yolu kimi bu ölkə ilə iqtisadi əməkdaşlığı genişləndirmək. İkincisi, NATO-nun bölgədə təsirinin genişlənməsinin qarşısını almaq üçün Rusiya, Çin və Mərkəzi Asiya ölkələri ilə çoxtərəfli diplomatiyanı fəallaşdırmaq. Üçüncüsü, İranın maraqlarını təhdid edən hər hansı bir geosiyasi dəyişikliyə qarşı çəkindirici mövqe tutmaq. İran xarici siyasətinin formalaşmasında önəmli qurumlardan biri olan və bilavasitə İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin nəzarəti altında fəaliyyət göstərən Xarici Əlaqələr üzrə Strateji Şuranın saytında anti-Azərbaycan mövqeyi ilə tanınan ekspert Ehsan Muvəhhidyanın bu mövzuda müsahibəsi dərc olunub. NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiyada strateji təsirini artırmağa çalışdığını bildirən ekspert iddia edib ki, Azərbaycan və Türkiyə bu hədəfə
hədəfə yönəlmiş siyasətin icraçılarıdır. Pərdə arxasında prosesi idarə edən isə NATO, ilk növbədə Böyük Britaniya və İsraildir. Bu kontekstdə həmişə olduğu kimi Azərbaycan-İsrail əlaqələrini önə çəkən Muvahhidyan deyib, İrana qarşı 12 günlük müharibə zamanı İsraildən Azərbaycana silah göndərilməsinin davam etməsi Bakının NATO üçün rolunun regional müttəfiqdən daha strateji olduğunu göstərdi. Bu çərçivədə İsrail İranın şimal-qərbində pantürkizm və etnik gərginliyi qızışdırmaqla İranın Cənubi Qafqazdakı rolunu məhdudlaşdırmağa çalışır. Ekspert, Cənubi Qafqazda siyasi və təhlükəsizlik balansını bərpa etmək üçün rəsmi Tehrana yeni İran-Rusiya-Ermənistan siyasi və təhlükəsizlik oxunun yaradılmasını təklif edir və bununla əlaqədar deyir. NATO-nun regiondakı birbaşa təsirinin qarşısını almaq üçün İran, Ermənistan, Gürcüstan, Qara dəniz marşrutu mümkün qədər tez formalaşdırılmalıdır. Şimal-Cənub dəhlizinin Ermənistan ərazisindən keçən qolunun tamamlanması və Xəzər dənizi vasitəsilə Rusiyaya birləşdirilməsi həyati əhəmiyyət kəsb edir və bunun üçün dəniz donanmasının modernləşdirilməsi və İranın şimal limanlarına investisiya qoyulması çox vacibdir. Beynəlxalq məsələlər üzrə ekspert Ramin Aryanradda Gənc Reportyorlar Klubuna verdiyi müsahibədə Azərbaycan NATO və Azərbaycan-İsrail əməkdaşlığını əlaqəli şəkildə nəzərdən keçirib və iddia edib ki, Azərbaycan Respublikası İran və Rusiya üçün müştərək təhlükəsizlik çağırışıdır. Ekspert Azərbaycan-NATO əməkdaşlığını bu baxımdan nəzərdən keçirərək deyib, NATO və İsrailin Azərbaycanla uzun müddətli əlaqələrinin tarixi Rusiya və İran üçün mürəkkəb və təhlükəli mesajlar daşıyır. Sovet İttifaqının dağılmasından və Azərbaycan Respublikasının müstəqilliyindən sonra Azərbaycan ilk illərdən etibarən sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində NATO ilə münasibətlərini gücləndirib. Qeyd etmək lazımdır ki, Azərbaycan heç vaxt Rusiyanın dəstəklədiyi kollektiv təhlükəsizlik müqaviləsi kimi təhlükəsizlik formatlarının üzvü olmayıb. Azərbaycan Rusiya ilə NATO arasında balans siyasəti yürütdüyünü bəyan etsə də, Bakının siyasi və təhlükəsizlik yanaşmaları NATO-ya güclü meyldən xəbər verir. NATO da Azərbaycandan Rusiya və İrana qarşı problem yaratmaq vasitəsi kimi istifadə edir. İranın hakimiyyətə bağlı media orqanlarında dərc olunan bu və digər bu kimi yazılar Tehranın xarici siyasətində təhlükəsizlik baxışının hələ də üstünlük təşkil etdiyini və rejimin bu yanaşmadan əl çəkmək niyyətində olmadığını göstərir. Qonşularla əməkdaşlıq münasibətlərini öz xarici siyasətinin prioriteti elan edən rejim əslində qonşu ölkələrə, o cümlədən Azərbaycan Respublikasına təhdid mənbəyi kimi baxmaqda davam edir. Bu isə xarici siyasi mövqelərdə və ekspert təhlillərində konspiroloji yanaşmaların üstünlük qazanmasına gətirib çıxarır. Eyni zamanda bu İranda xarici əlaqələrlə məşğul olanların qonşu ölkələrin, o cümlədən Azərbaycanın xarici siyasət prinsipləri və doktrinası haqqında məhdud, bir çox hallarda isə yanlış təsəvvürlərə malik olduğunu ortaya qoyur. Hətta İran prezidenti Məsud Pezeşkiyanın təqsir özümüzdədir hayqırtısı da bu daşlaşmış təsəvvürləri yerindən tərpədə bilmir.